Salam, hər vaxtınız xeyirli olsun, əziz izləyicilər. Bugün sizlə bir yerdə frazeoloji birləşmələrlə bağlı qısa bir dərs keçəcəyik. Ümid edirəm ki, bu dərs sizin xeyrinizə olacaq. Ümumiyyətlə, frazeoloji birləşmələr leksikologiya bölməsində öyrənilir. Azərbaycan dilinin leksikologiya bölməsində öyrənilir. Frazeoloji birləşmələr bəs özü nə olan şeydir? Yəni, biz birinci bunu aydınlaşdıraq, daha sonra keçəcəyik izahlara. Frazeoloji birləşmələr. Frazeoloji birləşmələr bizim gündəlik istifadə elədiyimiz, hətta bəzi anlarda özümüzün belə xəbərimiz olmadan işlətdiyimiz ifadələrdir. Daha çox bədii sözün bədii təsir gücünü artırır. Həm də ki, öz hisslərimizi, duyğularımızı qarşı tərəfə daha emosional şəkildə çatdırmağımız üçün bizə köməklik göstərir. Frazeoloji birləşmələr bütövlükdə bir leksik mənanı ifadə eləyir və həmçinin frazem də adlanır. Yəni, bu sözlər əslində söz birləşmələrinə oxşayır, amma bir söz sayılır. Tərkibində bir neçə söz olur. Baxın, hissə-hissə yazacağım qısa-qısa. Tərkibində bir neçə söz olur. Lakin nəticədə bu söz birləşməsi sayılmır. Bir söz sayılır. Qeyd edeyim, bir söz sayılır. Tərkibində bir neçə söz olur, amma özü bir söz sayılır. Bütövlükdə bir mənanı ifadə edir. Bütövlükdə bir məna ifadə edir. Mən qısa-qısa yazacağım, amma burada dediyim üçün hər halda hamı başa düşür. Yəni, söhbət nədən gedir? Bütövlükdə bir məna ifadə edir. Frazeoloji birləşmələr dildə hazır şəkildə mövcuddur deyə, bunlar tərkibcə dəyişmirlər. Yəni, dəyişməz sayılırlar. Dəyişməzdirlər. Sabit söz birləşmələri də adlanır. Uşaqlar həmişə mənə soruşurlar ki, məktəbdə düzdür, mən bunu dəfələrlə deyirəm, amma yenə də soruşulur ki, bəs müəllim, sərbəst söz birləşməsi nədir? Sabit söz birləşməsi nədir? Deyirik ki, sərbəst söz birləşmələri bizim bildiyimiz, gündəlik işlətdiyimiz, fərqli bir məna ifadə etməyən söz birləşmələridir. Məsəl üçün, məktəbin direktoru, sinif rəhbəri və s. Bunlar sıradan sözlərdir və həqiqətən də olduğu mənanı bildirir. Məktəb deyəndə bildiyimiz məktəb, direktor deyəndə bildiyimiz direktor nəzərdə tutulur. Amma sabit söz birləşmələri, bax bu frazeoloji birləşmələr ki var, mən burada yazmışam. Baxın. Sabit söz birləşmələri bax budur, frazeoloji birləşmələr deməkdir. Bunlara ikinci adla frazem deyilir. Frazemlər deyilir. Mən özüm nida şəklində qoyuram ki, daha çox gözə çarpıcı olsun. Bunlara həm də frazemlər deyilir. Yəni, bunlar dəyişməzdirlər, sabitdirlər. Daşlaşmış ifadələr də adlanırlar. Daşlaşmış ifadələr də adlanırlar. Sonra, məsəl üçün, yəni bir nümunə deyim də sizə, nümunəsiz işlətməyək. Daşlaşmış ifadələr, məsəl üçün, dilotu yemək. Dilotu yemək nə deməkdir? Çox danışmaq deməkdir də. Və yaxud da ki, ağzına su alıb oturmaq. Bu da susmaq deməkdir. İndi bunlar, yəni ki, şəxsə görə dəyişirlər. O dilotu yemişdi, mən dilotu yemişdim, sən dilotu yemişdin. O ağzına su alıb oturmuşdu, mən ağzıma su alıb oturmuşam və s. Bu şəkildə dəyişirlər. Amma əsas hissə ağız, su, almaq, otur hissəsi dəyişmir. Sonundakı bu maq şəkilçisi ki var, bax bu dəyişir. Maq şəkilçilər dəyişir. Amma başqa, yəni əsas vacib olan yer, soldakı tərəflər dəyişilmir. İndi, frazeoloji birləşmələr ümumiyyətlə həqiqi mənada işlənmir.
frazeoloji birləşmələr mütləq şəkildə hamısı məcazi olmalıdır. Yəni bunların həqiqiliyi yoxdur. Məsəl üçün ağzına su alıb oturmaq susmaq deməkdir. İndi biz bunu həqiqi mənada düşünək. Kimsə ağzına su alıb ağzını şişirib oturmur ki bir qıraqda. Yəni bu həqiqi mənada deyil. Bu məcazi mənadadır və bütün frazeoloji birləşmələr hamısı məcazi şəkildə işlənir. Yəni onların həqiqiliyi yoxdur. Sonra frazeoloji birləşmələr dedik ki, bütövlükdə bir leksik vahidlər sayılır. Bunların tərəflərinin arasında da heç bir sintaktik əlaqə olmur. Məsələn, tutaq ki, gələcəkdə keçəcək uşaqlar, yəni söhbət burada belə deyim də, mən bu dərsi izah eləyəndə təkcə nəzərimdə 5-ci, 6-cı sinifləri ya da 7-ni tutmuram da. Ola bilər ki, hər hansı müəllim də buna baxmış ola bilər, təkrar etmək üçün və yaxud da mimikçilər baxa bilərlər, abituriyentlər baxa bilərlər. Ona görə də burada bəzi əlaqələri sadalayacağam. Yəni 5-6-ların həmin əlaqələrdən xəbəri yoxdur. İdarə əlaqəsidir, yanaşmadır, uzlaşma əlaqələridir. Bunlar yuxarı siniflərdə keçiriləcək mövzulardır. Məsəl üçün, sərbəst söz birləşmələrinin daxilində yanaşma, idarə, uzlaşma əlaqələri ola bilir. Amma frazeoloji birləşmələrin tərkibi birinci tərəf, ikinci tərəf söhbəti olmadığı üçün bu əlaqələr burada yoxdur. Yəni heç bir sintaktik əlaqə olmur bunların arasında. Onu da qeyd eləyək. Sintaktik əlaqə olmur. Yəni bunu da yadda saxlamaq lazımdır. Sintaktik əlaqə olmur. Sonra bu birləşmələr bayaq da qeyd elədim, formaca dəyişirlər. Məsəl üçün mən ağzıma su alıb oturmuşdum, sən ağzına su alıb oturmuşdun və s. Formaca dəyişirlər. Qrammatik şəkilçi qəbul eləyə bilirlər. Yəni buna biz qrammatik şəkilçi qəbul edə bilir deyə bilərik, bəli. Yəni qrammatik şəkilçi qəbul edə bilir. Sözlər arasında cümlədə işlənir. Cümlənin formalaşmasına, mənanın qarşı tərəfə doğru dürüst çatdırılmasına xidmət eləyirlər. Daha sonra nə deyə bilərik biz? Bütün deyəndə ki, yəni mənim bildiyim əksər söz birləşmələri bir sözlə ifadə oluna bilir. Məsələn, burada yuxarıda yazmışam dil otu yemək. Bu danışmaqdır, amma məcbur iki sözlə ifadə etməliyəm. Çox danışmaq deməkdir. Ağzına su alıb oturmaq bir sözlə ifadə olunur. Susmaq deməkdir. Başqasını deyim, məsəl üçün, tutaq ki, məsəl üçün deyirik ki, cin atına minmək. Cin atına minmək. Bu da əsəbiləşmək deməkdir. Bu niyə belə oldu? Mənim möhtəşəm klaviaturam. Əsəbiləşmək deməkdir. Yəni bir sözdən ifadə oluna bilir. Və yaxud da dilini saxlamaq. Yenə bu da susmaq deməkdir. Və yaxud da xoşuna gəlmək. Bu da bəyənmək mənasında işlənir. Yəni bunlar bir sözlə ifadə oluna bilir. İndi bir şey deyim. Bu cin atına minmək frazemin özüdür. Amma əsəbləşmək nədir? Əsəbləşməkdir, susmaqdır, bəyənməkdir. Bunlar frazeoloji birləşmənin mənasıdır, açılışıdır. Yəni sinonimi deyil ha. Məsəl üçün cin atına minmək sinonimini də uşaq məsəl üçün deyir, ya da şagird deyir ki, əsəbləşmək. Xeyr, əsəbləşmək onun sinonimi deyil. Əsəbləşmək onun açılışıdır, mənasıdır. Bu sinonim, amonimliyə birazdan toxunacam mən. Yəni onu da qeyd eləyəcəm. Sonra frazeoloji birləşmələr, birinci amonimlikdən danışaq. Amonim də ola bilir. Bu nə deməkdir? Frazemlərin amonimliyi. Bu nə deməkdir? Bir frazeoloji birləşmə deyirik, onun amonimini tapırıq. Yəni, məsəl üçün, sıradan bir söz götürün. Bağ sözü nə deməkdir? Bir var həyətdə gül çiçək əkdiyimiz evin bağı, məktəbin bağı, bir də var ki, ayaqqabının ipi, ayaqqabının bağı, düzdür?
Bu bax iki məna bildirir də. İki məna bildirdiyinə görə bu amonimdir. Amonim nəyə deyilir? Deyilişi, yazılışı eyni, mənası fərqli olan sözlərə amonimlər deyilir. Amonimlik frazemlərə də məxsusdur. Necə? Məsəl üçün bir frazem deyirəm, o frazemin iki mənası var. Məsəl üçün baxın, can vermək. Can verməyin iki mənası var. Birinci, ölmək. Canını tapşırmaq da, yəni ölmək. İkinci isə həyat bəxş etmək. Həyat bəxş etmək. Məsələn, nümunə ilə işlədək. O vətən uğrunda mən şifahi deyirəm, çünki video uzun olanda yarımçıq saxlayır. Yəni mən planşetimi atır məni geri, bilmirəm niyə. Şifahi deyirəm, siz onu qeyd eləyin də. Kimlər ki yazmaq istəyir, qeyd eləyər. Ölmək mənasında, məsəl üçün, o vətən uğrunda canını verdi. Yəni canını, ürəyini, qabırğalarını içindən çıxarıb əli ilə vətən deyilən bir şəxsə vermir ki bunu. Məcazidir də, bu ölmək deməkdir. Yəni ona görə can vermək bir ölmə mənasında işlənir frazem olaraq. Bir də ki, həkim xəstəyə can verdi, yenidən can verdi, yəni yenidən həyat bəxş etdi. Və burada da fərqli mənalar ifadə eləyir. İndi bu nə deməkdir? Bu frazemlərin amonimliyidir. Yəni eyni frazem eyni cür yazılır, eyni cür tələffüz olunur, amma başqa mənalar ifadə eləyir. Buna başqa nə deyə bilərik? Məsəl üçün başqa nə deyə bilərik? Can vermək. Can vermək ilə ən çox işlənən amonimdir. Mənim ağlıma başqası bu dəqiqə gəlmədi. Cümlədə yenə də işlətmək olar. Məsəl üçün, bağban su səpərək təbiətə can verdi, yəni həyat bəxş etdi. O, nə bilim, xəstəxanada canını can verdi, yəni öldü bu mənada. Başqa amonim hələ ki, yəni ağlıma gəlmir. Əgər sizin ağlınıza gəlirsə, yəni rəylərdə onu qeyd edə bilərsiniz. Əslində miq vaxtı 3-4 dənə öyrənmişdim, 3-4 dənə də, yəni başqa-başqa mənaları var idi onların. Azdır, yəni frazeoloji amonimlər biraz az olur, çox deyil, amma sinonimlər, antonimlər çox olur. İndi keçək, yəni frazemlərin amonimliyi nə oldu? Frazemlərin amonimliyi odur ki, baxın bu ifadənin deyilişi, yazılışı eynidir, mənaları fərqlidir. Sonra frazemlərin sinonimliyi nədir? Ümumiyyətlə sinonim nə deməkdir? Sinonim odur ki, müxtəlif cür yazılır, müxtəlif cür tələffüz olunur, amma mənaları oxşar olan sözlər. Məsəl üçün, gözəl, göyçək, yaraşıqlı, baxımlı, nə bilim, və yaxud da ki, ağ, bəyaz, qara, siyah, sonra başqa yağmur, yağış. Bunlar sinonimdir də, yəni mənaları eynidir. Gözlük, eynək, nə bilim, çeşmək və bunlar sinonimdir. Frazemlər də o cürdür. Yəni bir neçə cür yazılan, fərqli formada yazılan frazemlərdir, amma mənaları eynidir. Məsəl üçün, hirs başına hirsi başına vurmaq. Sonra deyirəm ki, cin atına minmək. Hirsi başına vurmaq, cin atına minmək. İkisinin də mənası əsəbləşmək deməkdir. Əsəbləşmək deməkdir hər ikisi. Sonra deyirəm ki, məsəl üçün, dil-dil ötmək. Dil-dil ötmək. Ay Allah. Mən bu Azərbaycan klaviaturasını öyrənə bilmədim də. Dil-dil ötmək. Sonra bir dənə də deyirəm ki, dilotu yemək. İkisinin də mənası nədir? Çox danışmaq. Sonra nə deyə bilərik? Xoşu gəlmək.
xoşu gəlmək, ürəyi getmək. Sonra nə deyə bilərik? Gecəni gündüzə qatmaqla gecəni gündüzə qatmaq, onun sinonimi nə deyə bilərik? Ağlıma gəlmədi. Hə. Sonra nə deyə bilərik? Başqa, hə, burada bir dənə də tapdım. Cin atdan minmək, hirsi başdan vurmaq, bir də ki, özündən çıxmaq. Nə gülə qaldı bu? Özündən çıxmaq. Bu da sinonimdir. Hirsi başdan vurmaq, özündən çıxmaq, cin atdan minmək. Üçünün də mənası əsəbləşmək deməkdir. Dil ötmək, dilotu yemək. Bu çox danışmaqdır. Xoşu gəlmək, ürəyi getmək. Bu bəyənməkdir. Daha sonra nə deyə bilərik? Deməli, işə düşmək. Yox, işə düşmək amonimdir. Tapdım. Deyirəm axı, bir neçəsini bilirdim. Bir də əvvələ gedək. İşə düşmək, amonim. Bayaqdan amonim fikirləşirəm. İşə düşmək. İşə düşmək iki mənada işlənir. Amonimdir axı. Birinci nədir? Məsəl üçün, maşın işə düşdü, hərəkətə gəldi. Hərəkətə keçmək. İkinci nədir? İkinci də problemlə üzləşmək. Problemlə deyirik, işə düşdüm. Problemlə üzləşmək. Yəni yadıma düşdükcə mən yazacağam. Siz də yazsaz yaxşı olar. Qoy bunu başqa rəng eləyim də. Başqa rəng eləyim ki, biraz kreativ görünsün. Amonimli, sinonimli, hə. İndi isə frazemlərin antonimliyi barədə biraz söhbət eləyək. Antonim nəyə deyilirdi? Antonim isə əks mənalı sözlərə deyilir. Gecə, gündüz, səhər, axşam, ağ, qara, nəm, quru, yaş quru ya da ki. Sonra, indi burada da frazemlərin antonimliyi bir-birinə əks olan frazemlər deməkdir. Bir-birinə əks olan frazemlər. Məsəl üçün, deyirəm ki, xoşu gəlmək. Bunun antonimi nədir? Zəhləsi getmək. Zəhləsi getmək. Gecəni gündüzə qatmaq. Bunun antonimi nədir? Əlini ağdan qaraya vurmamaq. Əlini ağdan qaraya vurmamaq. Fikir verirsiniz, frazemlərin antonimliyində də, frazemlərin amonimliyində də, frazemlərin sinonimliyində də, frazemin hər iki tərəfi, məsəl üçün, dil ötmək, dilotu yemək. Bu tərəfdə, bu frazemdə, o biri də hər iki tərəf frazem olmalıdır. Məsəl üçün, gecəni gündüzə qatmaq çox işləməkdir də, həddindən artıq çalışmaq. İndi mən bunun antonimi kimi heç nə etməmək deyə bilmərəm. Və yaxud da çalışmamaq deyə bilmərəm. Mən bunun qarşılığında antonim kimi bir frazem verməliyəm. Frazemin antonimi də frazem olmalıdır. Frazemin sinonimi də frazem olmalıdır. Frazemin amonimi də frazem olmalıdır. Yəni, başqa cür sərbəst söz birləşməsini qoya bilmərəm. Belə. Sonra nə deyə bilərik bu frazemlər haqqında?
Frazemlər haqqında onu deyə bilərik ki, frazemlər ümumiyyətlə cümlə üzvü kimi bir söz götürülür. Cümlə üzvü kimi bir söz sayılır və bir cür təhlil olunur. Məsəl üçün deyirəm ki, mən ondan xoşu gəlirdi. Xoşu gəlirdi, nə edirdi? Bax, bu xoşu gəlirdini görürsünüz? Bu xoşu gəlirdi. Özü bir xəbərdir. Mən day deməyəcəm. Nə edirdi, gəlirdi, nəyi, xoşu, kimin, məlum deyil. Kimdən, ondan, belə yox. Xoşu gəlirdi bir söz sayıldığına görə bir xəbərdir. Bu bir xəbər sayılır, bir xəbər. Ondan, kimdən? Bu da ki, tamamlıqdır. Yəni, bunlar cümlə üzvü kimi bir söz sayılır. Unutmayın. Sonra başqa nə deyə bilərik? Mən istəyirəm ki, bir neçə frazem sadalayım siz üçün. Siz də yadınızda saxlayasınız. Bəlkə gələcəkdə lazım ola bilər. Yəni, bilmək olmazsa, ehtiyac ola bilər. Mənalarını deyərəm sizə. Məsəl üçün, burnunun ucu göynəmək, darıxmaq deməkdir. Və yaxud da ki, gözü açılmaq, həqiqəti bilmək deməkdir. Yerə salmaq, yəni onun dediyini eləməmək, onun sözünü yerə salmaq, dediyini etməmək. Sonra ələ salmaq, lağ eləmək, məsxərəyə qoymaq. Sonra əlindən tutmaq, köməklik göstərmək, arxa dayaq olmaq, nə bilim. Sonra söz götürmək, yəni kimdənsə kobudluq görmək, kobud bir şey eşitmək. Sonra başa düşmək, anlamaq. Sonra ağ olmaq, yəni şagird müəllimin üzünə ağ oldu. Yəni cavab qaytardı, bozardı, belə. Sonra ciyərli olmaq, yəni qorxmamaq. Dili gödək olmaq. Dili gödək olmaq bilirsinizsə, yəqin ki, məsəl üçün başa düşərsiniz nə deməkdir. Kiminsə yanında dili güdəsən, yəni sözün yoxdur da ona deməyə. Məsələn, o qədər problem çıxartmısan, tutaq ki, səni o qədər problemləri ört-basdır eləyib, artıq onun yanında dili gödəsən, dili güdə. Ağzına yiyəlik etmək, yəni dilini dinc saxlamaq mənasında işlənir. Sonra başa salmaq, kiməsə nəyisə izah etmək deməkdir. Başa qaxınc etmək, kiminsə başına elədiyi yaxşılığı kiminsə başına vurmaq deməkdir. Başı bədəndə ağırlıq etmək, yəni kimsə belə deyək də, sözün deyilmədiyi yerdə nəsə deyirsə, edilməməli olan bir şeyi edirsə, təhlükəli bir şey, o vaxt deyirlər ki, başı bədəninə ağırlıq eləyir. Sonra danışığını bilməmək, yəni düşünmədən danışmaq. Sonra nə deyə bilərik? Əldən düşmək, yorulmaqdır. Qəlbinə dəymək, incitməkdir. Dərdə düşmək, kədərlənməkdir. Könlünə yatmaq, xoşu gəlməklə sinonimdir. Sonra başqa nə deyə bilərik? Gözünün acısını almaq, mürgüləməkdir. Ürəyinə xal düşmək, şübhələnməkdir. Sonra başqa nə var? Göz açılmağı dedik. Dili qurumaq. Dili qurumaq deməmişəm məncə. Dili qurumaq. Yəni dilim qurudu. Dili qurudu. Nitqi tutuldu. Nitqi tutulmaq, dili qurumaq, şoka düşmək deməkdir də. Yəni şoka düşəndə adam dili quruyur. Ya da ki, həddindən artıq qorxanda. Sonra başqa heç nə.
Belə. Bir də ki, belə bir problem var. Elə, frazeoloji birləşmələr var ki, onlar həqiqi mənada da işlənir başqa cümlədə. Məsəl üçün, deyirəm ki, yola düşmək. Deyirəm ki, maşın yola düşdü. Burda frazemdir. Yəni hərəkətə keçdi deməkdir də. Hərəkətə keçdi deməkdir. Sonra deyirəm ki, oynadığı top yola düşdü. Burada isə həqiqi mənadadır. Yəni burada top həqiqətən gedib yuvarlanıb yola düşə bilər də. Ya da ki, əlindəki əşya yola düşdü. Yəni belə şeylər də ola bilir. Məsəl üçün, burnunun ucunu göynəmək. Bir var darıxmaq, day onu yazmıram, şifahi deyirəm. Bir var darıxmaq mənasında, onun burnunun ucu göynəyirdi bacısından ötürü. Yəni darıxırdı da, həsrətini çəkirdi. Bu arada həsrət çəkmək də frazeoloji birləşmədir. Hə. Burnunun ucu göynəmək, yəni həddindən artıq çox darıxmaq. Bir də var ki, dekabr ayında soyuqdan burnunun ucu göynəyirdi. Bu həqiqidir. Həqiqətən insanın burnunun ucu soyuqdan göynəyə bilər də. Yəni belə bir şey ola bilər. Başına vurmaq ifadəsi də elə. Məsəl üçün, əlindəki oyuncağı qardaşının başına vurdu. Bu həqiqidir. Bir də var ki, elədiyi yaxşılığı kimisə başına vurur. Nə eləyirsə başına vurur. Yəni qaxınc eləyir də, qaxınc eləmək. Belə. Bu qədər. Mən demirəm hər şeyi tam dedim, yox, amma ən azından müəyyən xatırlatmalar elədim. Sizin nəsə əlavəniz olsa, rəylərdə bildirərsiniz. Ümid edirəm ki, xeyrinizə olar, sizin işinizə yarayar. 5-ci sinifdə öyrənilir frazeoloji birləşmələr. Ömür boyu bizə lazım olan ifadələrdir. Nə qədər çox bilsən, bir o qədər yaxşıdır. Yəni söz bazan genişlənir və dilin lüğət tərkibinə bələd olursan. Həm də ki, bədii əsərləri daha yaxşı başa düşməyinə köməklik eləyir. Belə. Siz də mən çox istəyirəm ki, rəylərdə 2-3 frazeoloji birləşmə yazasınız. Mənim demədiyim. Yəni çox istəyirəm. Əgər vaxtınız olsa, yazarsınız, bildirərsiniz. Sağ olun.